xanıma dərin təşəkkürümü bildirirəm. Bu önəmlə yeni ilimizdə, artıq ilk iş həftəmizdə bütün işlərini buraxıb gəlib bizim balalarımıza dəstək göstərməyə, eyni zamanda təşkilatın yeni binası ilə tanış olub, fəaliyyətimizi qiymətləndirməyə təşəkkürümü bildirirəm. Çox sağ olun Kəmalə xanım. Mən sizə və bu mərkəzin ərsəyə gəlməsində əmək olan hər kəsə özlərinin təşəkkürümü bildirirəm ki, Kəmalə xanımın qucaq açdığı uşaqlar üçün çox gözəl bir yaşayış tərzi qurublar və bütün otaqlarla tanış oldum. Hər şey müasir, hər şey düşünülmüş formada. Çox bəyəndim. Təşəkkür edirəm Kəmalə xanım. Bütün bu fəaliyyətimizi Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevadan alırıq. Onun bizə qoyub getdiyi, bizə öyrətdiyi baxın tövsiyələr var ki, illərdir bu istiqamətdə uşaq müdafiəsini, insanlara dəstək, mərhəməti aşılamağı bizim üçün bir örnəkdir. Mənim üçün ən böyük örnək odur. Və artıq bunu digər insanlar, qadınlar, qeyri-hökumət təşkilatları, kişilər, iş adamları, sahibkarlar da davam etdirirlərsə, həqiqətən demək ki, biz o qədər güclü xalqıq ki, hamımız bir-birimizə dəstək oluruz. Təbii ki, tamamilə haqlısınız. Biz dəfələrlə Mehriban xanım Əliyevanın bu tipli çıxışlarını izləmişik və doğrudan da hər bir iş adamı, hər bir Azərbaycan xanımının bir fəxridir. Mən şəxsən bir ideal bir xanım olaraq, idealım olaraq baxıram Mehriban xanım Əliyevaya. Çünki onun çox şaxəli, zəngin fəaliyyəti buna böyük bir zəmin verir. Onlar ailəlikcə Azərbaycan xalqına, Azərbaycan dövlətinə xidmət edirlər. Allah onlardan razı olsun. Bu mərkəzin ərsəyə gəlməsində də Leyla xanımın böyük əməyi, böyük dəstəyi var. Təşəkkür edirəm hər bir sağ olun. Çox Çok sağ olun. Sağlarınıza güzel hediyeler təqdim elədiniz. Təşəkkür edirik. Şöyle giyinəcəklər. Kəmalə xanım, mən də sizə təşəkkür edirəm ki, bizim üçün belə bir şərait yaratdınız ki, biz bu uşaqlarla daha yaxından görüşdük və onlara xüsusi hədiyyələrimizi çatdırdıq. Yeni paylarınızdır, halal xoşunuz olsun. Amma mən bunu tək etmədim. Bu işdə mənə dəstək verər, Bilə və Zədərək Ticarət Mərkəzində çalışan dəyərli bacı və qardaşlarıma özlərini təşəkkürümü bildirəm. Paylarınız doğrudan da əsl ünvana çatdı. Güc birlikdədir. Mən dedim, gəlin, yaxşılıq edək, yaxşılıq yaradaq və könüllər sevindirək. Və belə də oldu. Yaxşılıq etdik, yaxşılıq yaradaq. Könüllər sevindirək.